Dünya sülh səfiri, Allah ona rəhmət eləsin. Bu bayram günü onun ruhu şad olsun. İlhamə xanım. İlhamə xanım doğrudan da rəhmət aparır. Yəni Allah ona rəhmət eləsin. Mənə dedi ki, mən sənə titul verirəm, canım mənim. Bu show biznesin Hürrəm Sultanı. Bəli, Hürrəm Xatun. Görürsünüz, neçə ildir dünyasını dəyişəm, amma yeri görünür. Bugün hələ bir dənə TikTokda bir dənə də videosu çıxmışdı qarşıma. Hələ o deyəsən təzə o paylaşıblar. Yəni o da məncə viral olacaq. Doğrudan İlhamə xanımın. Bəli, İlhamə xanımın. Allah ona rəhmət eləsin. Yəni mən ona, yəni o qədər mənə bir Azərbaycan mahnını Cəzayirə deyir ki, Cəzayir mənə deyir ki, xatun, nə qəşəng mahnıdır, bu mahnını deyirəm, bunu İlhamə xanım mənə hədiyyə eləyib. Mənim çox dəstəyə ehtiyacım olan vaxtı, yəni maddi cəhətdən korluq çəkdiyim vaxtı İlhamə xanım, xatun, sənin Azərbaycan mahnın yoxdur. Dedim ki, yox, İlhamə xanım yoxdur. Dedi, mən bu dəqiqə həll edərəm. Zəng elədi Aybəniz xanım Güllərə. İşi adam üçün elə görürlər. Qayıtdı Aybəniz xanım, Aybəniz, xatuna bir dənə gözəl mahnı verirsən oradan, Azərbaycan mahnısı. Sağ olsun Aybəniz xanım Güllər də, sonra aranjman eləyənlər, elə bir ki, belə maşallah belə gül üstə bülbül. Dünya sülh səfiri, Allah ona rəhmət eləsin. Bu bayram günü onun ruhu şad olsun. İlhamə xanım. İlhamə xanım doğrudan da rəhmət aparır. Yəni Allah ona rəhmət eləsin. Mənə dedi ki, mən sənə titul verirəm, canım mənim. Bu show biznesin Hürrəm Sultanı. Bəli, Hürrəm Xatun. Görürsünüz, neçə ildir dünyasını dəyişəm, amma yeri görünür. Bugün hələ bir dənə TikTokda bir dənə də videosu çıxmışdı qarşıma. Hələ o deyəsən təzə o paylaşıblar. Yəni o da məncə viral olacaq. Doğrudan İlhamə xanımın. Bəli, İlhamə xanımın. Allah ona rəhmət eləsin. Yəni mən ona, yəni o qədər bir Azərbaycan mahnını Cəzayirə deyir ki, Cəzayir mənə deyir ki, xatun, nə qəşəng mahnıdır, bu mahnını deyirəm, bunu İlhamə xanım mənə hədiyyə eləyib. Mənim çox dəstəyə ehtiyacım olan vaxtı, yəni maddi cəhətdən korluq çəkdiyim vaxtı İlhamə xanım, xatun, sənin Azərbaycan mahnın yoxdur. Dedim ki, yox, İlhamə xanım yoxdur. Dedi, mən bu dəqiqə həll edərəm. Zəng elədi Aybəniz xanım Güllərə. İşi adam üçün elə görürlər. Qayıtdı Aybəniz xanım, Aybəniz, xatuna bir dənə gözəl mahnı verirsən oradan, Azərbaycan mahnısı. Sağ olsun Aybəniz xanım Güllər də, sonra aranjman eləyənlər, elə bir ki, belə maşallah belə gül üstə bülbül.